Əgər iki insan həqiqətən bir-biri üçün yaradılıbsa, həmişə ortaya çıxan çox aydın bir kalıp var. Çoxumuz yazğının o talebi bağın zəhmətsiz olduğuna, birdən-birə sevdiyi bir xoşbəxtlik kimi göründüyünə inanaraq böyüyürük. Sanki iki nəfər tanış olur və hər şey nağıl kimi problemsiz yoluna düşər deyə düşünürük. Həyatın bir anda asanlaşacağını, bütün dərdlərin uçub gedəcəyini və sevginin heç bir maneəyə dəymədən qapımızı döyəcəyini xəyal edirik. Amma həqiqi talev heç vaxt belə bəzədilmiş bir paketlə təqdim olunmur. Həqiqi talev həyatınızı alt-üst edərək başlayır. Bir dağıntı ilə dərk etməsi demək olar ki, qeyri-mümkün görünən ağır sınaqlarla gəlir. Kainat sevgini qızıl stəkanla nazikcə təqdim etmir. Əvvəlcə səni sınayır. O günə qədər düz bilən səhv fikirlərini dağıdır. Kimliyini başdan ayağa yenidən yomur. Və o böyük qovuşma baş tutmamışdan əvvəl öz ayaqlarının üzərində durmağı, fərdi olaraq böyüməyə şərt qoyur. İşte bu heç vaxt dəyişməyən o qaydadır. Stoik iradəyə xoş gəldin. Əgər hələ etməmisənsə, abunə olmağı, o kiçik bildiriş zəngini açıb bütün bildirişləri seçməyi unutma. Çünki buradakı hər videonun həyata baxışını kökündən dəyişdirmə və zehnini transformasiya etmə potensialı var. Yazğındakı sevgi elə rahatlıqla və ya bir güvən hissi ilə başlamır. Göz ardı edilə bilməyən, çox vaxtda başınızı tamamilə qarışdıran bir tanıma, bir aşinalıq hissi ilə başlayır. Sənin üçün yaradılmış o insanı ilk fərq etdiyin an, içini bürüyən o sakitləşdirici güvən hissi deyil. Əksinə, səssiz, amma içini qıran, səni yerindən edən bir tanışlıqdır. Onunla qarşılaşırsan və zehnin daha nə olduğunu belə anlamadan, içində bir yerlər ona reaksiya verir. Bu elə bir histir ki, səni ruhunun ən çılpaq halı ilə görür və səni dərindən sarsır. Çünki talev çox vaxt daxili dünyanızın o sağlam sandığınız təməlini yerinə yeksan edir. Sənin üçün yazılmış o şəxslə qarşılaşdıqda, işlər əvvəlcə nadirən süd limanı olur. Özünü güvəndə hiss etməyə bilərsən. Dəqiqlik və aydınlıq sənə dağlar qədər uzaq gələ bilər. Amma işdə tam olaraq o içindəki rahatsızlıq yazğının özüdür. Səni sarsmasının səbəbi qarşındakı insanın səhv şəxs olması deyil. Səbəbi onun sənin gizlətdiyin, qaçdığın və ya inkar etdiyin o qaranlıq hissələrinə güzgü tutmasıdır. Bu qarşılaşmalar səni qorxularınla, güvənsizliklərinlə və həqiqi bir bağ qurmağı bugünə qədər əngəlləyən o köhnə vərdişlərinlə üz-üzə qoyur. İnsanların çoxu sevgini sakitlik və nə olacağı bəlli olan bir rutin sanır. Halbuki talev adətən bir fırtına kimi qopub gəlir. Bütün qalxanlarınızı endirir, sizi müdafiəsiz qoyur və o böyük qovuşmadan əvvəl həmişə, amma həmişə böyüməyiniz, yetkinləşməyiniz lazım olduğunu üzünüzə vurur. Talevin münasibətlərin ən başı qarışdıran tərəflərindən biri də niyə əvvəlcə nadirən bir yerdə qala bildikləridir. Həyat demək olar ki, həmişə onları ayırır. Bunu bir zalimlik olsun deyil, tamamilə bir zərurət olduğu üçün edir. Bu ayrılıq incəliklə hesablanmış bir plandır. Çünki tərəflərdən biri və ya hər ikisi hələ sağalmamış, qabıq bağlamamış yaralar daşıyır. Biri hisslərini açmaqdan ölümə qədər qorxarkən, digəri öz dəyərini sorğulaya bilər. Bəzən sevgi bir bütünlük hissindən deyil, itirmə qorxusundan təqdim olunur. Niyyətlər nə qədər saf olsa da, yarımçıq insanlar bir-birini incidir. Məhz bu anlarda kainat o sərt səsi ilə araya girər və aydın bir mesaj verir. Hələ deyil. Günün birində bir araya gələcək o ürəkləri hazırlamaq üçün böyüməni, özünü tanımağını və yetkinləşməni gözləyir. Yazğındakı sevgi səbirlidir, inadkardır və səni dönüşdürür. Heç bir qısa yola sapmadan, heç bir bəhanənin arxasına sığınmadan özünlə dürüstcə üz-üzə qalmağını tələb edir. Qarşılaşdığın hər çətinlik, hər ürək sızıltısı və naməlumluqla dolu o hər an əslində bu böyük hazırlığın bir hissəsidir. Kainat həqiqətən nəyə ehtiyacın olduğunu sənə göstərmək, gözləntisiz və heç kəsə bel bağlamadan necə sevə biləcəyini öyrətmək üçün sizi ayırır. Vaxtı gəldikdə hər şey su kimi axar və yolunu tapar. Amma bu yalnız və yalnız o sevgini tam mənası ilə qucaqlaya biləcək və yaşada biləcək birinə dönüşdüyündə baş tutur. Yazğının o sir kimi saxladığı həqiqət budur. Mükafatını təqdim etməzdən əvvəl səni formalaşdırır, sınayır və polad kimi möhkəmləndirir. Beləcə o qovuşmanın gəlib keçici bir həvəs deyil, ömür boyu davam edəcək köklü bir bağ olmasını təmin edir. Bunu beyninə yaxşıca həkk et. Həqiqi talev heç vaxt o anlıq təminatlarla bağlı deyil. Birdən üzərinə çökən bir rahatlıq və ya hüzur anı da deyil. Bu bir prosesdir. Fərqindarlığın, sarsıntıların, məsafələrin və özünü kəşf etmənin uzun və incə bir yoldur. Birisi üzündən için rahatsızlıqla dolduğunu hiss etdiyində
şərait sizi bir-birinizdən ayırdığında bundan qorxma. Bu yazğının problemsiz işlədiyinin, gözləməyə dəyəcək bir sevgi üçün səni ilmə-ilmə hazırladığının ən böyük işarəsidir. Yalnız yaralarını sağlayan deyil, səni başdan ayağa dəyişdirən bir sevginin xəbərçisidir. Dik dur, ürəyini açıq tut və bu prosesə güvən. İki ruh bir-birinə bağlanmaq üzrə yazılıbsa, kainat nə vaxtsa onları əvvəlkindən çox daha güclü, çox daha müdrik və illərə meydan oxuyacaq bir sevgiyə hazır halda yenidən bir araya gətirəcək. O sevgiyə çox tez qovuşmaq, yalnız ömür sürməli olan o gözəl şeyə zərər verməkdən başqa bir işə yaramaz. Ayrılıq bir səhv deyil. Bu möhtəşəm dizaynın, o böyük planın bir hissəsidir. Bir-birləri üçün yaradılmış insanlar yollara ayrıldıqda çəkilən ağrı, o adi ayrılıq ağrılarından çox-çox fərqlidir. Bu yalnız bir hüzün və ya birini həsrət çəkmək deyil. Bu, balansının pozulmasıdır. Yalnız ona həsrət çəkmirsən, sanki ruhunun bir hissəsi sökülüb alınmış kimi özünü çatışmaz hiss edirsən. Çünki talevi bağlar rahatlığa və ya egoya kök salmır. Onlar böyüməyə, şəxsi inkişafa və hələ üz-üzə gəlməyə cəsarət edə bilmədiyin qaranlıq tərəflərinə bağlıdır. Onu itirmək səni qorxularınla, güvənsizliklərinlə, o qabıq bağlamamış yaralarınla və tam bir bütün olmağını əngəlləyən o zəncirvari vərdişlərinlə üz-üzə qoyur. Bu ağrı hüceyrələrinə qədər işləyir. Səni tərk edilmə qorxularınla, başqalarından təsdiq gözləmə ehtiyacınla və biraz sevgi və ya maraq görə bilmək uğruna özündən necə ödün verdiyin həqiqəti ilə burun-buruna gətirir. Hissi məsuliyyətdən harda qaçdığını və harda sağlam sərhədlər çəkmədən özünü heçə sayaraq fədakarlıq etdiyini üzə çıxarır. Bu bir cəza deyil, bu bir oyanışdır. Kainat bu sancını fərqindarlıq yaratmaq, səni özünə qarşı dürüst olmağa məcbur etmək və daha dərin bir bağ qurmağına əngəlləyən o vərdişləri yıxmaq üçün istifadə edir. Yazğındakı sevgi elə pambıqlara bükülüb gəlmir. Dağıdır və yenidən yaradır. Səssizliyə büründüyündə belə, məqsədi hələ üzə çıxmamış olsa belə dönüşdürür. İşin ən gözlənilməz hissəsi budur. Ayrıldıqdan sonra belə aranızda heç bir əlaqə qalmasa da, ağlınız sizə artıq irəli bax deyə qışqırsa da, içinizdə bir şeylər dəyişməyə başlayır. Böyümə səssiz sədasız baş verir. Həyata qarşı daha fərqində, daha seçici və duyğusal olaraq çox daha dürüst bir hala gəlirsiniz. Əvvəllər boyun əydiyiniz, sinə çəkdiyiniz o davranışlar artıq sizə batmağa başlayır. Bir vaxtlar arxasınca qaçdığınız insanların sizin üzərinizdəki təsiri küləyin əsib aparması kimi gedib çıxır. Arzularınız o səthi maraqlardan uzaqlaşıb dərinliyə, anlayışa və səmimiyyətə doğru istiqamətlənir. Bu daxili dönüşümü nadirən birbaşa ona bağlayırsınız. Halbuki bu dəyişiklik o sizin həyatınıza addım atdığı ilk saniyədə başlamışdı. Talevi bağlar bir saplantı yaratmır. Düşünməyə, fərqindarlığa və şəxsi inkişafa təşviq edir. Yazğınızdakı sevgi izini həyatınızın o ən səssiz, ən kimsəsiz anlarına buraxar. Ağlınıza düşməsinin səbəbi yalnızlıq çəkməyiniz və ya duyğusal bir boşluqda olmağınız deyil. Daxili dünyanızın ancaq onun tetikləyə biləcəyi o yarımçıq dərs və böyümələri tanımasıdır. Həyatınızı belə-belə gözdən keçirdiyiniz dönəmlərdə duyğusal olaraq bir həddi keçərkən və ya dünyanın səssizliyə gömüldüyü o durğun gecələrdə onu xatırlayırsınız. Bu bir asıllıq deyil, bu bütövləşmədir. Onun varlığının şəxsi inkişafınıza asta-asta və mənalı bir şəkildə qarışmasıdır. Öyrənməməyiniz lazım olduğunun fərqində belə olmadığınız dərsələri kəşf edirsiniz. Siz daha nə olduğunu belə anlamadan, həyatınız sizi o çox daha dərin bir sevgiyə və bağa hazırlayacaq şəkildə asta-asta formasını dəyişməyə başlayır. Və bunu bilin ki, heç kəs o talevi, bağın yerini doldura bilməz. İnsanlar çalışır, başqa münasibətlərə yelkən açarlar, özlərini oyalayacaq bir şeylər taparlar və o dəftəri bağladıqlarını özlərinə inandırmağa çalışırlar. Yenə də işlərində həmişə bir şeylərin çatışmadığını hiss edirlər. Bunun səbəbi yeni həyatlarına daxil olan insanın dəyərsiz olması deyil. Səbəbi o yeni şəxsin içinizdəki o eyni böyümə sancısını tetikləməməsidir. Yazğınızdakı sevgi tamamilə fərqli bir boyutda işləyir. Bu işin içində bir asanlıq və ya yalnız xarici görünüşə duyulan bir cazibə yoxdur. Bu bir inkişafdır. Hər iki fərdi bir bütün olmağa yönləndirən, adi münasibətlərin heç vaxt çata bilməyəcəyi o dərin dərsləri oyadan bir prosesdir. Bunu məcbur edə bilməzsiniz, təqlid edə bilməzsiniz və ya yerinə başqasını qoya bilməzsiniz.
Çünki bunun varoluş məqsədi sadə bir yol yoldaşlığının çox uzağındadır. O sevgi işin içindəki hər iki insanı da sınamaq, yetişdirmək və tamamilə dönüşdürmək üçündür. Ayrılıq müddətində Talev hər iki fərdin üzərində səssiz, amma bir o qədər də güclü bir şəkildə çalışmağa davam edir. Biri sərhəd çəkməyə öyrənərkən, digəri məsuliyyət almağı öyrənir. Biri öz-özünə hörmətini qazanarkən, digəri duyğusal cəsarətini inşa edir. Biri idarə edə bilməyəcəyi şeylərin arxasınca qaçmağı dayandırmağı lazım olduğunu dərk edir. Digəri isə üz-üzə qalmağa məcbur olduğu həqiqətlərdən qaçmağı dayandırır. Hələ ikisi də böyük şəkli görə bilmir və inanın mənə, bu da planın bir hissəsidir. Kainat hər ikisi də onları gözləyən o möhtəşəm sevgini daşıya biləcək qədər böyüyənə qədər olan bitənin tam olaraq anlaşılmasına icazə vermir. Bu proses incəliklə işlənib, məqsədlidir və mütləqdir. Beləliklə gün gəlib, bu iki yol yenidən kəsişdiyində, aradakı bağ artıq yamaq-yamaq keçici bir həvəs olmaqdan çıxır. Yetkinləşmiş, olgunlaşmış iki fərdin sağlam təməlləri üzərində qurulan, illərə meydan oxuyacaq dönüşdürücü bir bağa çevrilir. Tələblərində bir-birləri yazılmış olan insanlar yenidən qovuşmamışdan əvvəl bütün o göz bağlayan illüziyaların ortadan qalxması gərəkdir. Sevgiyə dair inandığınız bütün o səhv nağıllar bir-bir yıxılmalıdır. Sevgi həmişə asan olmalıdır və ya birini həqiqətən sevən insan heç vaxt çəkib getməz kimi o saf inancların zibilə atılması şərtdir. Sevgini haqq etmək üçün çırpınmaq lazım olduğu və ya yalnız biri yanında olanda özünü tam hiss edəcəyin kimi o zəif, saxta bağ yaradan düşüncələrdən xilas olmaq gərəkdir. Talev bütün bu səhv fikirləri böyük bir diqqətlə, dürüstcə və çox vaxt canınızı ağırda-ağırda söküb atar. Tökülən hər göz yaşı, burnunda tütdüyü o həsrət dolu anlar, yol boyu sinənə oturan o ağır yük, hamısı bir məqsədə xidmət edir. Bu təmizlik şərtdir. Çünki həqiqi sevgi qorxu və ya asılılıq üzərində qurulmur. O fərqindarlıq, bilincli seçim və böyümə üzərində qurulur. Yazğınızdakı sevgi həyatda qalmaq üçün birinə möhtac olmaq demək deyil. Öz başınıza tam və bütünkən onu azad iradənizlə seçməkdir. Dəyişiklik asta-asta baş verir. Elə bir an gəlir ki, ona möhtac hiss etməyi dayandırırsan. Sevginin arxasınca qorxu və ya çatışmazlıq hissi ilə qaçmaqdan əl çəkirsən. İşte o zaman iki insan da öz ayaqları üzərində dimdik dura bildiyində Talev yenidən zərələrini atar. Sevgi həyatda qalma içgüdüsü olmaqdan çıxıb bilinçli bir qərara çevrilir. Ulduzlar düzülüşə başlayır. Bu ölçüdəki bir sevgi artıq narahat, çarəsiz və ya aslı deyil. Düzgün insanları təbii bir su kimi bir-birinə qovuşduran səkin, qərarlı və bilinçli bir gücə çevrilir. İşte bu kainatın o iki ruhun yollarının yenidən kəsişməsinə icazə verdiyi həqiqi və səmimi bir birləşməyə hazır olduqları anda. Yenidən bir araya gəlməli olan o iki insan qovuşduqda yaşananlar əvvəlkindən çox daha fərqli bir his buraxır. Ortada daha az gərginlik, daha az qorxu və təkəbbüründən əsər qalmamış bir ego var. Aradakı o görünməz bağ artıq çox daha səkin, çox daha dərin və nə istədiyini bilən bir hala bürünüb. Kamil deyil bəlkə, amma mütləq bilinclidir. O bağı bir vaxtlar əsir alan o baş qarışıqlıqlar, duyğusal pişikfarə oyunları və qeyri-müəyyənliklər artıq oyun xaricindədir. Geriyə qalan yeganə şey həmişəkindən çox daha güclü, o tanış və sarsılmaz histir. Və günün sonunda geri dönməsələr belə, yaşanan o bağ həmişə dəyərini qoruyur. Talevin qarşınıza çıxardığı hər münasibət əbədi davam edəcək deyə bir qayda yoxdur. Bəziləri atalarınızdan miras qalan o xəstəvi dövrləri qırmaq, öz dəyərinizi fərq etməyinizi təmin etmək, duyğusal dözümlülüyünüzü polad kimi etmək və ya həyatınızın istiqamətini tamamilə fərqli bir yönə çevirmək üçün həyatınıza daxil olur. Onların varoluş məqsədi qalıcılıq deyil, başdan ayağa bir dönüşümdür. Talev pambıq kimi yumuşaq bir üzə bürünməzdən əvvəl çox vaxt qəddar hiss etdirir. Çünki o rahatlığa deyil, böyüməyə dəyər verir. Ruhunuzun bərpa olunmaz yaralar almasını əngəlləmək üçün bəzən əvvəlcə ürəyinizi parça-parça etməyi gözə alır, sınayır. Özünüzü o xəstəvi asılıqlarda itirməyinizə icazə verməzdən əvvəl həyatınızdakı insanları çəkib alır.
O an üçün aldığınız dərslər sizə çox ağır, çox amansız gələ bilər. Amma vaxt keçdikcə daşlar yerinə oturur. Hər şey mənasını qazanır. Dəyişməyən yeganə həqiqət var. Əgər iki insanın həqiqətən ortaq bir bağ qurması gərəkirsə, adətən əvvəlcə ayrı düşüb öz başlarına böyümələri şərt qoyulur. Səhv inanclar sökülüb atılır, savaşlar verilir və ürəklər çox daha sağlam, çox daha möhkəm bir qalba tökülür. Amma bu çətin proses tamamlandıqdan sonra Talev ya yenidən bir qovuşmaya, ya da tamamilə yeni bir yola sapmağa icazə verir. Hər iki halda bu yoldan keçən heç kim əvvəlki kimi qala bilməz. Əgər indi bu sözləri ağlında o şəxs varkən dinləyirsənsə, icazə ver bu cümlələr ürəyinin ən dərinlərinə işləsin. Əgər geri yazılıbsa, bu göz yaşları ilə, sancılarla deyil, hüzurla və sükunətlə olacaqdır. Əgər o yol həqiqətən sənin istiqamətinsə, səndən heç vaxt özündən keçməni, özünü heçə saymağı istəməyəcəkdir. Yalnız inkişaf etməni, yetkinləşməni tələb edəcəkdir. Və əgər o şəxs bir də həyatına daxil olmazsa, bil ki bu, sonda səni həmişə olmalı olduğun o insana çatdıran baha qiymətli bir hədiyyədir. Çəkilən hər həsrət, qeyri-müəyyənliklərlə dolu o qaranlıq dövrlər və can yandıran hər dərs bu möhtəşəm səyahətin ən mənalı hissəsidir. Talev heç bir təcrübəni boş yerə yaşatmır. Səni hazırlayır, formalaşdırır və bir üst səviyyəyə daşıyır. Elə ki, sevgi qapını döydüyündə və ya səni tamamilə fərqli bir üfuqa sürüdüyündə, onu açıq və yetkinləşmiş bir ürəklə qarşılamağa hazır olursan. Talevi bağlar bu həyatın ən dərin, ən həll olunmaz sirlər arasındadır. Və demək olar ki, heç vaxt gözlədiyiniz, xəyal etdiyiniz kimi üzə çıxmırlar. İki insan bir-birinə həqiqətən dəyər düşdüyündə, kainat onları elə günü-gündən bir hüzurun və ya zəmanətli bir rahatlığın içinə atmır. Əvəzində onları sərhədlərinə qədər sınayır. Aralarına yollar sokur və illərdir xalçanın altına atdıqları, künc-bucağa qaçdıqları o qaranlıq tərəflərini gözlərinin önünə sərir. O məsafələrin verdiyi ağrı bir cəza deyil, sistemin problemsiz işləyən bir hissəsidir. Hər iki tərəfi qorxularıyla, güvənsizlikləri ilə və qabıq bağlamamış o dərin yaralarıyla üz-üzə qoyur. Bu proses duyğusal məsuliyyəti, öz dəyərini bilməyi və heç kəsə möhtac olmadan qədərinə qədər sevə bilməyi öyrədir. Tökülən hər damla yaş, çəkilən hər sızıltı və başını divarlara vurmağına səbəb olan o hər baş qarışıqlığı bu görünməz inşa prosesinin bir kərpicidir. Elə ki, heç səs çıxmasa da, aranızda tək bir söz belə keçməsə də, böyümə durmadan davam edir. Çox daha bilinçli, çox daha seçici və güzgüyə baxanda özünə qarşı çox daha dürüst bir insan olursan. Bu fırtınalı dövrlərdə cibinə qoyduğun dərs onunla bağlı deyil. Onlar tamamilə səninlə, sənin xəmrinlə bağlıdır. Yazgınızdakı sevgi anında üzünə qondurulan bir təbəssüm və ya hər şeyin problemsiz getməsi demək deyil. O, inkişaf etmək deməkdir. Dərin, bilincli və səmimi bir bağa sığınacaq qabiliyyətdə iki böyük ürəkli bütöv fərd yaratmaq deməkdir. Gün gəlib Talev yenidən o yolları birləşdirdikdə, artıq ortada o köhnə xaosdan, güvənsizlikdən və ya egonun o çirkin savaşlarından əsər qalmaz. Onun yerinə aradakı bağ çox daha duru, çox daha bərrak və nə istədiyini bilən bir hala çevrilir. Və o qovuşma heç vaxt baş tutmasa belə, buraxdığı o nəhəng təsir gücünü qoruyur. Hər iki ruhu da özünü tapmağa və duyğusal olaraq o zirvəyə, yetkinliyə daşıyır. Yaşanan hər ayrılıq ürəyinizin sınadığı hər an və aldığınız hər dərs içində bənzərsiz bir dəyər daşıyır. Keçdiyiniz hər imtahan sizi kim olduğunuzla ən mükəmməl uyumu tutacaq olan o ən yüksək sevgini qarşılamağa hazırlayır. Həqiqi Talev heç bir təcrübəni israf etmir. Qarşınıza çıxan hər çətinliyin bir məqsədə xidmət etməsini, içinizdəki o gizli gücün oyanmasını və sizi o haqq etdiyiniz sevgiyə hazırlamasını təmin edir. Yazgınızdakı sevgini məcbur edə bilmərsiniz, vaxtından əvvəl öldürə bilməzsiniz və ya süni yollarla var edə bilmərsiniz. O həyatınıza səssizcə, əvvəlcə sizi rahatsız edəcək yollarla sızır. Çünki onun dərdi sizə anlıq bir zövq vermək deyil. Onun yalnız bir məqsədi var, sizi dönüşdürmək. Həyatınıza dərin izlər buraxması yazılmış o insanlar sizi sınayacaq. O təhlükəsiz limanlarınızı darmadağın edəcək və bəlkə də özünüzdən belə gizlətdiyiniz, bastırmağa çalışdığınız o tərəflərinizi üzə çıxaracaqdır. Başlanğıcda ona heç hazır hiss etməyə bilərsiniz və kainat aranıza o aşılmaz sandığınız, nəfəsinizi kəsən o məsafələri qoya bilər. Amma inanın mənə, o məsafələrin orada olmasının çox böyük bir səbəbi var. O yollar sizə səbrini,
öz başına ayaq üstə durmağı və duyğusal olaraq şəffaf olmağı öyrədir. Sevgini həmişə çöldə, başqalarının əllərində axtardığınızı fərq etməyə başlayırsınız. Asta-asta o bütövlüyü, o tam olma hissini öz içinizdə axtarmağa başlayırsınız. İçinizi qıran hər həsrət, gözünüzü qırpmadan səhərlədiyiniz o yuxusuz gecələr və bəlkə belə olsaydı deyə düşündüyünüz hər an sizi sevgini o ən yüksək halında qəbul edə biləcək bir insana çevirir. Həqiqi və talevi bağlar bir saplantı, bir xəstəlik yaratmır. Onlar fərqindarlıq yaradır. Sizi öz dəyərlərinizi, sərhədlərinizi və müdafiəsiz qala bilmə qabiliyyətinizi sorğulamağa itər. Diqqətinizi dağıdacaq gəlib keçici şeylərin yerinə dərinliyi, anlıq bir marağın yerinə həqiqi bir mənası arzulamağa başlayırsınız. Qarşınızdakı insan o qapıdan bir daha heç vaxt girməyəcək olsa belə, onun içinizdə başlatdığı o böyümə sancısı həmişə sizinlə qalır. Həyatınızın qalanı boyunca özünüzlə və dünya ilə olan münasibətinizin təməlini atır. Bu mənada Talev həm mərhəmətli bir əl, həm də amansız bir müəllimdir. Sizə aydınlıq təqdim etmək üçün əlinizdəki rahatlığı çəkib alır. Həqiqəti üzünüzə çırpmaq üçün illüziya pərdəni yırtar və ürəyinizin tam bir bütün ola bilməsi üçün onu sərt şəkildə sınayır. O Talev bağı ilə möhürlənmiş insanlar yenidən bir araya gəldikdə aradakı cazibə tamamilə fərqlidir. Artıq o panik qaçışlar, o ağıl oyunları və qeyri-müəyyənliklər masada yoxdur. Onun yerinə birlikdə böyümüş olmağın verdiyi o möhkəm təməl üzərində qurulmuş, səkin və nə istədiyini bilən bir sevgi var. Münasibətin üzərinə qara bulud kimi çökən o narahatlıq yerini qarşılıqlı anlayışa və gün kimi aydın olan bir dəqiqliyə buraxır. Hər iki tərəf məsafələrlə, çətinliklərlə yoğrulmuş, başdan ayağa yenidən formalaşmışdı. Artıq qorxmadan, titrəmədən, dürüstlüyü və öz varlıqlarını o masaya qoya bilərlər. İşte bu Talevin sizi ilmə-ilmə hazırladığı o həqiqi sevgidir. Gəlib keçici bir könül əyləncəsi deyil, hər iki insanda sırtlayıb yüksəklərə daşıyan sarsılmaz bir bağdır. Və olur da, o qovuşma heç vaxt baş tutmazsa, bil ki, bu da Talevin o möhtəşəm planının bir hissəsidir. Bəzi bağlar köhnə zəncirləri qırmaq, öz-özünə hörmətini külündən doğurmaq və duyğusal dərinliyi sizə öyrətmək üçündür. Onların dəyəri əbədi davam etmələrindən deyil, səni həmişə olmalı olduğun o insana çevirmələrindən gəlir. Onların həyatınızdakı izi qalıcıdır. Ürəyinizə, aldığınız qərarlara və ruhunuzun böyüməsinə qızıl ipliklərlə işlənib. Yazğınızdakı sevgi heç vaxt başqasına möhtac olmaq və ya onun çatışmazlıqlarını tamamlamaq üzərində qurulmur. O, öz içinizdə tam və əksiksiz hiss edərkən, azad iradənizlə bir-birinizi seçmək deməkdir. Sizi içinizi qıran o rahatsızlıq hissinin arxasınca qaçmamağa və başqalarının təsdiqini dilənməməyə öyrədir. Özünüzə güzgü tutmağınızı və duyğusal cəsarət göstərməyinizi şərt qoyar. Hər iki tərəfi də öz qaranlıqları ilə üz-üzə qoymağa və inkişaf etməyə məcbur edir. Çəkilən ağrı bir cəza deyil, bir vasitədir. Dəyişikliyi alovlandıran bir qığılcımdır. Onun sayəsində həqiqi sevginin əslində nə tələb etdiyini öyrənirsiniz. Səbr, fərqindarlıq və yol boş, qaranlıq və ya qeyri-müəyyən görünsə belə, böyüməyə davam etmə cəsarəti. Yaşanan hər ayrılıq, göğüs gərən hər çətinlik və çıxarılan hər dərs o mükəmməl uyuma atılan bir addımdır. Talev səni anlıq bir rahata qovuşturmaq üçün deyil, o illərə meydan oxuyan sevgini yaşaya bilməyiniz üçün başdan formalaşdırır. Çünki o sevgi aydınlıq, böyümə və bilinçli seçimlər üzərində qurulur. Talevi bağlar küçədəki çox insanın nadirən qavraya biləcəyi bir boyutda işləyir. Onların dərdi rahatlıq, hüzur və ya o anlıq birdən-birə xoşbəxtliklər deyil. Onlar içinizdə yuxuya dalmış, külə dönmüş və ya küncə itilmiş parçalarınızı oyandırmaq üçündür. Yazğınızdakı o insanla qarşılaşdığınızda sanki biri ruhunuzun ən dərin küncünə böyük bir güzgü tutmuş kimi hiss edirsiniz. Xarakterinizin görməzlikdən gəldiyiniz, inkar etdiyiniz və ya xalının altına süpürdüyünüz nə qədər hissəsi varsa, birdən o güzgüdə çılpaq-çılpaq ortaya çıxır. Bu təcrübə insanın ayaqlarını yerdən kəsir. Çünki səni illərdir künc bucağı qaçdığın o ağrılı həqiqətlərlə üz-üzə qoyur. Davranışlarınızdakı o təkrarlanan qalıpları, sırtınızda daşıdığınız qorxuları və birini sümüklərinizə qədər sevməyi necə öz əllərinizlə əngəllədiyinizi fərq etməyə başlayırsınız. Bu bağların içindəki o ayrılıq ağrısı bildiyiniz heç bir ürək sızıltısına bənzəmir. Bıçağı çox daha dərinə saplayır. Amma inanın mənə, səbəbi qarşınızdakının səhv şəxs olması deyil.
Səbəbi onun sizin içinizdəki o böyümə sancısını tetikləməsidir. Sağalması gərəkən yerləri, çəkilməsi gərəkən o qırmızı xətləri və geri qazanılması gərəkən o öz-özünə hörməti tək-tək qarşınıza sərir. Burnunuzda tütdüyü hər an, ürəyinizdəki hər sızıltı və ağlınıza düşən hər an səni olmalı olduğun insana çevirən nəhəng bir dərsə çevrilir. Məsafələrin araya girdiyi bu dövrdə həyat sizə səbrini, külündən yenidən doğmağı və fərqindarlığı öyrədir. Diqqətinizi çöldən çəkib özünüzü izləməyə başlayırsınız. Ehtiyaclarınızı, arzularınızı başqalarının çiyninə yükləmədən anlamağı öyrənirsiniz. Əvvəllər sinə çəkdiyiniz vəziyyətlər birdən sizin həqiqətinizə, ruhunuza batmağa başlayır. Bir vaxtlar arxasınca pərvanə olduğunuz insanlar artıq zərrə marağınızı çəkmir. Altı boş bir maraq bütün cazibəsini itirir. Ürəyiniz artıq o saxtakarlıqlardan qaçır. Səmimiyyəti, orada olma hissini və duyğusal dürüstlüyü axtarmağa başlayır. Siz içinizdə qopan bu fırtınaları birbaşa ona bağlamasaz belə, dönüşüm arxa planda səssizcə işləməyə davam edir. Talevi bağın təsiri incədir, amma bir o qədər də dağıdıcıdır. Həyata baxışınızı, hadisələrə verdiyiniz duyğusal reaksiyaları və sevgiyə dair bütün inanclarınızı başdan ayağa formalaşdırır. İşte tam da buna görə Talev yenidən qovuşmana heç vaxt tələsmir. Hər iki şəxs də qorxmadan, şuuru açıq və bütöv varlıqları ilə bu işin içinə girməyə hazır olana qədər o bağ qopuq qalır. Ancaq və yalnız o zaman ulduzlar düzülüşə başlayır. İstər bir araya gələrək, istərsə bu böyümə prosesini davam etdirəcək tamamilə yeni bir yola saparaq. Talev həm dəqiq atəş açır, həm də peyğəmbər səbrinə malikdir. Əvvəlcə gözünüzü boyayan illüziyalar aradan çəkir. Sevgini əyri-üyrü edən nə qədər inanc varsa, hamısını xırdalayır. Sevgi heç vaxt can ağrıtmır. Mərhəməti haqq etmək üçün it kimi çabalamalısan və ya özünü tam hiss etmək üçün birinə möhtacsan kimi nağıllar asta-asta parça-parça olur. Bu zəhərli inanclarla üz-üzə qalmaq insanın canından can qopara bilər. Amma atılması gərəkən o məcburi addımdır. Həqiqi bir bağa. Ancaq və yalnız hər iki insan da bir-birinə möhtac olduğu üçün deyil. İçlərindəki o bütövlük hissindən yola çıxaraq bir-birini azadca seçdiyində kök salıb yaşılır. Ən yüksək halı ilə sevgi həyatda qalma mübarizəsi deyil. O şuuru sonuna qədər açıq bir seçimdir. İşte bu tarazlıq o incə xəttdə təmin olunduqda yollar yenidən kəsişə bilər. Artıq o yollar aydınlıqla, yetkinliklə və birlikdə böyümənin verdiyi o bənzərsiz güclə formalaşmışdı. Və olur da, qovuşma heç vaxt baş tutmazsa belə, vəzifə yenə də yerinə yetirilmiş deməkdir. Çıxarılan hər dərs, çəkilən hər itki ağrısı və edilən hər daxili üz-üzə qalma, hər iki insanın da çata biləcəkləri o ən yüksək potensiala doğru irəliləmələri üçün bir növ məşqdir. Yazğınızdakı sevgi münasibətlərə, həyata və ən əsası, düzgüdəki o əks olunmaya necə yanaşdığınızı başdan ayağa dəyişdirir. Sizə duyğusal məsuliyyəti, cəsarəti və maskasız, saxtakarlıqsız yaşamağın nə qədər həyat olduğunu öyrədir. Səni qorxunun arxasına gizlənməkdən və başqalarının ağız içində baxıb təsdiq gözləməkdən əl çəkməyə məcbur edir. O xəstəvi bağlılıqlar və səthi arzular tökülərkən yerinə bilinçli və nə istədiyini bilən bir sevginin yaşılacağı böyük bir sahə açılır. Baş tutarsa bu hüzurlu, yeri möhkəm basan və dürüst bir bağ olur. Baş tutmazsa belə, o görünməz bağ səyahətinizə istiqamət verməyə davam edir. Səni böyüməyə, özünü tanımağa və əslində həmişə yaşamağın gərəkən o həyata doğru sürükləyir. Başınızın qarışdığı hər an, yanağınızdan süzülən hər göz yaşı və içinizi yandıran o hər həsrətin bir məqsədi var. Talev heç bir bağın israf olunmamasını təmin edir. Mərhəmət göstərməzdən əvvəl sizə şillə vurub çox canınızı yandıra bilər. Amma sonunda əldə edəcəyiniz şeylər çox dərin, qalıcı və həyatınızı başdan yazacaq türdəndir. Talevi bağlar digər bütün münasibətlərdən ayrı bir yerdə durur. Çünki onlara asanlıq, rahatlıq və ya bir an öncə olub bitmə həvəsi təsvir edə bilməz. Onlar çox daha dərin bir boyutda yaşayır. Ruhunuzun o ən toxunulmaz çəkirdəyinə sızır və səni məcburi olaraq ayağa qaldırıb böyüdür. Bu bağlar həyatınıza addım atdıqları o ilk saniyədən etibarən içinizdə oyanacaq olan o nəhəng fərqindarlığın fitilini alovlandıran bir katalizator kimi işləyir. İllərdir başınızı çevirdiyiniz, görmək istəmədiyiniz tərəflərinizlə səni yaxa-paça üz-üzə qoyurlar.
Və bu proses, inanın mənə, heç vaxt rahat bir kürsüdə oturmaq kimi deyil. Kainat səni təkrar-təkrar bir-birindən ayırır. Amma bunu sənə əziyyət vermək üçün deyil, səni hazırlamaq üçün edir. Onların yoxluğunda hiss etdiyin o boşluq yalnız başqa bir insana həsrət çəkmək deyil. O boşluq içinizdə bir şeylərin hələ yarım qaldığını, yerinə oturmadığını və ya sağalmadığını sümüklərinizə qədər hiss etməyinizdir. İşte tam da buna görə o ayrılıq sancısı bildiyimiz, öyrəşdiyimiz ayrılıq ağrılarının heç birinə bənzəmir. Həyatınızdakı o təhlükəsiz sandığınız zəmini alt-üst edir. Duyğularınızı darmadağın edir və o adi münasibətlərin sizdən heç vaxt tələb etməyəcəyi qədər dərin bir daxili hesablaşmaya girməyinizi əmr edir. Aranıza girdiyi bu məsafəli dövrlərdə içinizdəki o dəyişiklik çarkları səssiz-sədasız fırlanmağa başlayır. Sevgiyə, bağlılığa və öz sərhədlərinizə dair nə qədər fikriniz varsa, hamısı qabıq dəyişməyə başlayır. Əvvəllər başınızı yelləyib keçdiyiniz və ya sinə çəkdiyiniz o xüsusiyyətlər artıq dönüşdüyünüz o yeni insanla tamamilə zidd düşməyə başlayır. Artıq səni çatdığın bu yeni fərqindarlıq səviyyəsində qarşılaya bilməyəcək, sənə o nöqtədə yoldaşlıq edə bilməyəcək insanların arxasınca qaçmağa dayandırırsınız. Onların yerinə səmimiyyəti, dərinliyi və insanların göz boyayan o səthi təsdiqlərindən çox duyğusal dürüstlüyü baş tac etməyə başlayırsınız. Başınızı dinlədiyiniz o yalnız anlar, səssizliyə gömülən axşamlar və ya öz başınıza keçirdiyiniz vaxtlar, bu münasibətin həyatınıza qatdığı dərsləri mənimsəmək və öz həqiqətinizə uyğunlaşdırmaq üçün birər fürsətə çevrilir. Bu böyümə prosesi çöldən baxan biri üçün fərq edilməyə bilər, amma öz içinizdə nəhəng bir zəlzələdir. Ürəyinizin, düşüncə quruluşunuzun və duyğusal təməlinizin asta-asta yoğrulmasıdır. Əgər günün birində o qovuşma baş tutarsa, bunu bütün şəffaflığınızla və məsuliyyətlə çiynləyə bilməyiniz üçün edilən o möhtəşəm bir hazırlıqdır. Yazğınızdakı sevgi asılılığa kök salmır, o seçimlərlə ayaqda qalır. Həqiqi və sarsılmaz bir bağa. Ancaq hər iki şəxs də öz işlərində tam bir bütün olduqda cücərir. Sevgi bir ehtiyac olmaqdan çıxıb, bilincli və ürəkdən gələn bir arzuya çevrildiyində baş tutur. Ego sükanı buraxıb, içindəki o həqiqi sən azadca seçimini etdikdə, kainat sevginin çırpınaraq haqq edilməsi gərəkdir. Və ya bütövlüyün başqa bir insana bağlı olduğu kimi, o zəhərli, saxta inancları silib atar. Bu inanclar o saf və həqiqi bağın içinə sızıb, onu murdarlayır. Və buna görə yox olub getmələri şərtdir. Bu dərslər ağır, çətin və vaxtaşırı insanın canını çox fena yandırır. Amma məcburidir. Duyğusal bir polad kimi iradəni, öz-özünə hörməti və qorxuya və ya saplantıya qapılmadan sevə bilmə qabiliyyətini inşa edirlər. İşte buna görə Talevi, sevgi kürəyinizi oxşamamışdan əvvəl sizə o dəmir yumruğu göstərir. Sənin o gəlib keçici, qısa müddətli rahatlığından çox, ömürlük inkişafını baş kürsəyə oturur. O həqiqi rahatlığın qapısını açmamışdan əvvəl o xəstəvi duyğusal qalıbları darmadağın edir. Beləliklə o sevgi bir dəfə daha qapınızı döydüyündə, bunun tam bir fərqindarlığı ilə, dərinliyi ilə və şərəflə verilməsini təmin edir. O Talev bağ yenidən qarşınıza çıxdıqda, artıq bunda ən kiçik bir şübhə payı yoxdur. Ortada nə bir manipulyasiya, nə bir güvənsizlik, nə də o çarəsizcə arxasınca qaçmalar qalmayıb. Bağ, möhkəm, tarazlı və nə istədiyini bilən bir quruluşdadır. Hər iki şəxs də o çətin daxili dönüşümdən keçmiş, sevgini həm sağlam şəkildə verməyi, həm də layiqincə qəbul etməyi öyrənmişdi. Və əgər o qovuşma heç vaxt baş tutmazsa belə, o bağın daşıdığı